Növbəti mövzumuz, müəllimlər, nəfəslik üçün çərçivənin hazırlanmasıdır. Nəfəslik üçün çərçivənin hazırlanması texnologiyası 9-cu mövzudur. Bu mövzuda biz çərçivəni necə hazırlayacağıq, bizə hansı ölçülərdə nə lazım olacaq, yəni ardıcıllıqlara diqqət eləyəcəyik. Deməli, Zivana birləşməsindən istifadə edərək nəfəslik üçün torlu taxta çərçivə hazırlamaq olar. Zivana birləşməsi, baxın müəllimlər, burada 2 bizim zivanalı birləşməmiz var. 2 dənə də yarıqlı birləşməmiz var. 2 zivana, 2 yarıqlı birləşməmiz var. Əgər nəfəslik üçün hazırlanmış taxta çərçivəni nəzərdən keçirsək, görərik ki, o 4 tirzikdən ibarətdir, bəli. 4 tirzikdən ibarətdir. Tirziklərin ikisində zivana var, ikisində də yarıq var. Bəli, gördüyümüz kimi 1, 2, 3, 4 dənə tirziyimiz var. İkisi zivanadır, ikisi də yarıqdır. Aşağıdakı texnoloji xəritədə zivana və yarıqların hazırlanması üsulları göstərilmişdir. Deməli, bu bizim texnoloji xəritəmizdir. Nəfəslik üçün çərçivənin hazırlanmasının texnoloji xəritəsi. Deməli, birinci addım nədir? Birinci addım tirzik götürürük. Tirziyin en kəsiyi, bax, en kəsiyi, baxın, burada qeyd olunub 40 ölçüdə tirzik seçilir. 40 ölçüdə tirzik seçilir. Və uzunluğu 300 mm olan 4 hissəyə ayrılır. Baxın, 4 dənə tirzik götürdük. Uzunluğu 300 mm-dir. Hansı ki, bunun en kəsiyi 40 ölçüdədir. Yəni, eni də uzun da 40 ölçüdədir. Bizə nə lazımdır? Bu tirziyi kəsmək üçün xəttkeş lazımdır. Ölçü götürəcəyik 300 mm, yəni 4 dənə 300 mm biz tirziyi götürəcəyik. Karandaş lazımdır nişanlamaq üçün. Bucaqlıq lazımdır. Xırda dişli bıçqı lazımdır. Xarrat verstakı lazımdır. Xarrat verstakının arxa sıxacında bərkidəcəyik və 300 mm ölçüdə biz 4 dənə tirzik götürəcəyik. Zivananın ölçüləri 2 tirziyin uc hissələrində, baxın, 2 tirziyin uc hissələrində, bax, söhbət buradan gedir, uc hissələrində nişanlanır. Təsəvvür eləyin ki, adi tirzikdir, bax, buradan görünür burada, adi tirzikdir. Onların uc hissələrində nişanlanır. Mişarlanacaq hissələr X işarəsi ilə qeyd olunur. Hansı ki, biz əvvəlki dərslərimizdə də görmüşdük ki, kəsiləcək hissələri biz X ilə işarələyirdik. Deməli, hansı ki, bu zivananın qalınlığı A nəyə bərabərdir? A 4-ə bərabərdir. Hansı ki, biz digər mövzuda axı öyrənmişdik. Zivananın qalınlığı nədir? Zivananın qalınlığı A ilə işarə olunurdu, amma detalın qalınlığı S0 idi. Bəli, burada A oldu 14. Kəsiləcək hissənin uzunluğu 40 mm. 40 mm olacaq. Bunun üçün bizə nə lazımdır? Xəttkeş lazımdır, yəni karandaş lazımdır. Reismus lazımdır. Niyə reismus? Çünki biz eninə, uzununa paralel xətlər çəkirik ki, biz kəsiləcək hissələri qeyd eləyək. Birincidə bizə bucaqlıq lazım oldu. Bucaqlıq niyə lazım olur? Bucaqlıq hansı ki, biz eninə nişanlayırıq ki, 40 mm ölçüdə biz elə bil ki, zivananın uzunluğunu qeyd edirik. Daha sonra bizə reismus dedi, bucaqlıq lazımdır, xarrat verstakı lazımdır. Bax, eninə bucaqlıqla, uzununa reismusla.
İşarələdik. Daha sonra zivanalar mişarlanır. Baxın, zivanaları mişarladıq. Yanaqlar ki var idi burada. Yanaqları kəsdik, çıxartdıq. Kəsdik, götürdük. Ardıcıllığımız necədir? 40 vur 40 ölçüdə tirciklər, 4 dənə tircik götürdük. Uzunluğu 300 mm idi. Düzdür? Daha sonra neynədik? İşarələdik ki, bizim zivananın ölçüləri, bax, iki tirciyin uc hissələrində nişanlanır. Mişarlanacaq hissələr qeyd olunur. Bəli. Hansı ki, zivananın yanaqlarını X işarəsi ilə nişanladıq. Daha sonra onları kəsib götürdük. Bəli, kəsdik, götürdük. Zivanamızın qalınlığı qaldı 14 mm. Bizə nə lazım oldu? Xarrat verstaq lazım oldu. Bir də xırda dişli bıçıq lazım oldu. Verstaqda birləşdirdik arxa sıxacında. Xırda dişli bıçığı ilə də kəsdik. Daha sonra digər iki tirciyin kənarlarında yarıqlar nişanlanır. Baxın, yarığı nişanlayırıq. Burada X işarəsini gördüksə, deməli, kəsilən hissə orta hissə olacaq. Deməli, burada yarığı kəsib düzəltmək istəyir. Digər iki tirciyin kənarlarında yarıqlar nişanlanır. Yarığın kəsilib götürüləcək hissəsi işarələnir. Bu zaman bizə nə lazım olacaq? Xarrat verstaqı, reysmuz, hansı ki uzunluğa xətlər çəkmək üçün xəttkeş lazım olacaq. 40 mm ölçünü götürmək üçün bucaqlıq lazım olacaq. Eninə nişanlamaq üçün, daha sonra qalınlığı nişanlamaq üçün bir də karandaş. Sonra yarıqları hansı ki nişanladıq, növbəti addımda mişarlayırıq. Yarığı mişarlayırıq. Baxın, xırda dişli bıçığı ilə hansı ki xarrat verstaqında bərkidirik və xırda dişli bıçığı ilə nişanladığımız hissəni kəsib götürürük. Növbəti addım yarıqlar açılır və təmizlənir. Biz yarığı hansı ki xırda dişli bıçığı ilə kəsdik. Hansı ki, bax, bu hissəni necə kəsib çıxarırıq? İskənə ilə. Bizə nazik iskənə lazımdır. Nazik iskənə ilə, taxta çəkiclə, xarrat verstaqı, iskənə, altlıq taxta lazımdır. Deməli, bunların köməkliyi ilə biz yarıqları açıb təmizləyirik. Daha sonra biz iki zivana, iki yarıq əldə etdikdən sonra zivana və yarıqlar təmizlənir və uyğunlaşdırılır. Bəli, baxın müəllimlər, burada biz uyğunlaşdırdıq və nəfəslik üçün çərçivə yapışqansız yığılır. Birləşdirilən zivana və yarıqlar işarələnir. Bəli, biz bunları hələ yapışqan sürtmürük, sadəcə uyğunlaşdırırıq. Yəni, görək bir-birinə uyğundurmu, yoxsa yox. İskənə, yeyə, karandaş, xəttkeş, taxta çəkic, tirciklər, bucaqlıq, sumbata kağızı vasitəsilə biz zivana və yarıqları təmizləyib uyğunlaşdırırıq. Daha sonra gördük ki, yəni hər şey qaydasındadır. Əgər çıxıntılar varsa, onları biz yeyə vasitəsilə yeyəliyirik, təmizləyirik. Hər şey qaydasında olduqdan sonra çərçivəni sökürük. Zivana və yarıqlara, bax, bu yarıqlara, bu zivanaya nə sürtürük? Yapışqan sürtürük. Yapışqan sürtüb, çərçivəni yenidən yığırıq. Bax, bayaqki kimi yığırıq. Zivana birləşmələri sıxaclarda sıxılır. Bax, buna C şəkilli məncənə demişdik. Bəli, C şəkilli məncənə ilə, hansı ki sıxacla, daha doğrusu sıxacla sıxdıq. Bu vəziyyətdə 24 saat saxlayırıq. Niyə? Çünki PVA yapışqanı 24 saat ərzində quruyur. Deməli, bizə PVA yapışqanını sürtmək üçün nə lazımdır? Fırça lazımdır. Bizə xəttkeş lazımdır, hansı ki ölçüləri düzgün götürmək üçün. Demək olar ki, xəttkeş bizə çox zaman lazım olur ölçüləri götürməkdə. Ən sonda yapışdırılmış çərçivə təmizlənir və tor üzərinə bərkidilir. Bəli, bu bizim çərçivəmiz oldu. Bunun üçün bizə nə lazımdır? Yeyə lazımdır. Hansı ki
Biz demişdik axı, yapışqandan sonra yapışqan biraz sərt olduğundan yeyə ilə təmizləyirik ki, bizim əllərimizi zədələnməsin. Bəli, bizə yeyə lazımdır, tor lazımdır, toru çəkdiyi səthinə, basma düymələr lazımdır, sumbata kağızı lazımdır, hansı ki, bu kənar hissələri sumbata kağızı ilə təmizləyək. Zivana birləşməsi olan oduncaq məmulatlarını yığarkən bir sıra qaydalara riayət etmək lazımdır. Zivanalar qısa, bəli, zivanalar qısa olur, yarıqlar isə uzun tirciklərdə nişanlanmalıdır. Zivanalar qısa, yarıqlar uzun tirciklərdə nişanlanmalıdır. Zivananı mişarladıqda, deməli, zivana belə, yarıqlar isə biraz uzun olur. Zivananı mişarladıqda bıçqı nişanlama xəttinin çöl tərəfində olmalıdır. Yarığı mişarlayanda bıçqı xəttin iç tərəfində olmalıdır. Deməli, zivananı mişarladıqda bıçqı nişanlama xəttinin çöl tərəfində olur. Bəli, bu bizim zivanamızdır. Belə deyək. Deməli, bıçqı çöl tərəfində olur. Zivananı mişarlamaq, bıçqı nişanlama xəttinin, hansı ki biz buraları nişanlamışıq, nişanlama xəttinin çöl tərəfində olmalıdır. Yarığı mişarlayanda bıçqı xəttin iç tərəfində olmalıdır. Bəli, çöl tərəfləri nişanlayırıq, zivanı da götürürük, amma yarıqda isə, hansı ki iç tərəfində, baxın, iç tərəfini kəsib götürürük. Dəlməni yalnız pəstah məncənədə etibarlı bərkidildikdən sonra yerinə yetirmək lazımdır. Zivana yarığa taxta çəkiclə yüngül zərbələr vurmaqla və ya əllə sıxılaraq geydirilməlidir. Bəli, hansı ki, bu bizim yarıqdır. Bu da bizim, düzgün eləmədim mən. Nəsə şəkildə baxaq. Baxın, burada tərs tərəfdən elə bir şey keçirilir də. Bunu fırladırıq özümüzə tərəf və rahat şəkildə keçirdə bilirik. Zivana yarığa taxta çəkiclə yüngül zərbələr vurmaqla və ya əllə sıxılaraq geydirilməlidir. Yapışdırılmadan əvvəl məmulat yığılmalı, müvafiq detallardakı nömrələrin uyğunluğu yoxlanmalı, yalnız bundan sonra yapışdırmaq üçün sökülməlidir. Baxın, bu şəkildə necə ki, biz işarələmişik, birinci budur, ikinci budur, 3 budur, 4 budur. Yəni, ardıcıllığı pozmadan. Sonra yapışdırılmış çərçivənin bütün küncləri aralarına altlıq taxta faner qoymaqla, faner parçaları qoymaqla, sıxaclarla sıxılmalıdır. Yəni, mütləq şəkildə biz altlıq taxtalara, baxın, burada altlıq taxtalar qoyulub ki, çərçivə zədələnməsin, nəfəslik zədələnməsin. Zivana birləşməli məmulatların hazırlanması və yığılması zamanı təhlükəsizlik qaydaları. Təhlükəsizlik qaydaları necədir? Pəstahı verstakın sıxacında möhkəm və etibarlı bərkitmək lazımdır. Bu, hər zaman bizim eşitdiyimiz, gördüyümüz təhlükəsizlik qaydasıdır. İskənə ilə işləyərkən tiyəsini özünüzdən irəlidə saxlayın. Məmulatı dizlərinizin üstünə qoyub və ya pəstahı əlinizdə tutub, iskənə ilə işləməyin. Bəli, özümüzə zərər yetirə bilərik. Məmulatı verstakın sıxacında bərkidin. Belə, bu mövzumuz da bu qədər.